Hörmətli cənab başçı, hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Bugün Masallıda keçirilən festival, kənd təsərrüfatının inkişafı, xüsusən də yerli düyü istehsalının artırılması və onun bazarda tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində kənd təsərrüfatının bütün sahələrində, o cümlədən çayçılıq, çəltikçilik, meyvəçilik sahələrində mühüm nailiyyətlər əldə etmişik. Masallıda fəaliyyət göstərən, bu sahələr üzrə fəaliyyət göstərən çoxlu təsərrüfatlar var. Onlardan biri də mənim rəhbərlik etdiyim Masallı rayon Mahmudavar kəndində yerləşən Baba Bulağı Məhdud Məsuliyyətli Cəmiyyətidir. Baba Bulağı təsərrüfatı 1999-cu ildən fəaliyyət göstərir. İlk olaraq restoran, qonaqlama, lakin sonraki illərdə çayçılıq, meyvəçilik, heyvandarlıq və agroturizm sahələrində uğurlara imza atmışıq. Hal-hazırda təsərrüfatımızda 6 hektara yaxın çay plantasiyamız və cari ildə, cari ildə 8 ton 165 kilogram yaşıl çay əldə etmişik. 10 hektar fövqa bağımızdan 10 ton meyvə gözlənilir. 1 hektar portağal bağımızdan 1 ton məhsul gözlənilir. 3 hektara yaxın göyəm, gəvalı, alça bağımızdan 3 ton 200 kilogram meyvə əldə etmişik. Meyvə bağlarımızdan əldə etdiyimiz məhsulları yalnız təzə şəkildə deyil, həm də tamamilə təbii üsullarla qurudub təqdim edirik. Hal-hazırda festival sərgisində də meyvələrimizi sərgiləmişik, çayımız və 10 növ plov növü ilə gəlmişik. Ən önəmli yeniliklərimizdən biri də əldə etdiyimiz kənd təsərrüfatı məhsullarının emalının dərinləşdirilməsi ilə son məhsul əldə edilməsi üçün kiçik çay və digər məhsulların emalı müəssisəsinin qurulmasıdır. Müəssisənin fəaliyyətinə 2026-cı ildə başlayacaq. Cari ilə qədər bütün texnoloji avadanlıqların quraşdırılması, ilk testlərin aparılması başa çatacaq. Bu işdə bizə dəstək verdiyinə görə Masallı rayon İcra Hakimiyyəti başçısı hörmətli cənab Araz Əhmədov sizə və aidiyyəti strukturların rəhbərlərinə təşəkkürümüzü bildiririk. İnanırıq ki, çay fabrikinin fəaliyyətə başlaması ilə işçi qüvvəsi, çay sahələrinin inkişafı, məhsuldarlığın artırılmasına çox böyük töhfə verəcək. Burada bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Yeni çay sahələrinin salınması üçün verilən, dövlət tərəfindən verilən subsidiyaya görə cənab prezidentə təşəkkür edirəm. Bu dəstək sayəsində biz yeni suvarma sistemi tətbiq etmişik. Bu da bizim məhsuldarlığımıza və ən əsası sudan qənaətli istifadə edilməsinə çox müsbət təsir göstərib. Gələcək planlarımız arasında çay plantasiyalarını genişləndirmək, agroturizm üçün infrastruktur yaratmaq, çay məhsullarının emalı, satışı, onun qablaşdırılmasını təşkil etmək var. Hörmətli cənab başçı, hörmətli tədbir iştirakçıları, əminəm ki, dövlətimizin dəstəyi ilə və fermerlərimizin zəhməti ilə daha böyük uğurlara imza atacağıq. Diqqətiniz üçün təşəkkür edirəm.